gözəl sənətkar. Bir balaca yorğun olan kimi o dəqiqə üz tuturam rayonlara. Rayonda yaxşıca dincəlirəm, əsəblərim sakitləşir. Bu dəfə Yevlağa getdim. Yevlaqdayam. İki fərqli mənzilə daxil olmaq istəyirəm. Çox sağ olun. Mətbəxdə gördüm. Bax. Siz kristal istifadə edirsiniz. Bəli, kristal istifadə edirik. Kristal möhtəşəm, daha möhtəşəm. Mən. Nə verərlər qonağa? Ona məsələn bu. Evin balaca kişisi Adəm məni çiçəklə qarşılayıb, daha sonra mənzilləri ilə məni tanış eləyir. Ay, evin altı qıdıqlayır. Adəm gildən çıxıb yola düzəlirdim ki, bir də görürəm, vay, tanış bir sima. Gözəl sənətkar. Bakıda görüşə bilmədik, Yevlaqda görüşdük. Hoş gəlmisiniz, hoş gəlmisiniz. Nə yaxşı gəlmisiniz buralara. Gəldik Yevlağa, bir-iki dənə elə qəfil evlərə gedirik. Bəlkə sizlə gedək? Hə, olar. İşiniz var, yoxsa gedək? Gedək, sizinlə gedək. Tamam, getdik o zaman. Gedək. Razılaşır Gülüstan xanım və bərabər gedirik növbəti ailəyə. Bu ailədə gördüm ki, Gülüstan xanımın ürəyi doludur. Yəqin Yevlağa gəlməyindəndir. Dedim, saxla, sizə evə qonaq gələndə bunların hamısını danışarsan. Gülüstan xanım özü barəsində çox şey danışmır. Bunun hamısını saxlayırıq növbəti vloqumuza. Və gələn vloqumuzda izləyin. Mütləq izləyərsiniz. Növbəti vloqumuz Gülüstan xanım gildən olacaq. Nəsə Gülüstan xanımla söhbət eləyirdik, çay içirdik. Bir də gördüm qulağıma qəribə səslər gəlir. Dedim, bu nədirsə adi quş səsi deyil. Dedilər ki, bəs biz həm də tutuquşu saxlayırıq. Gəlin baxın burada. Ola bax uçara. Qorxmayın, qorxmayın. Mənəm zaurdu. Yaxşı sakitləşin, gedirəm, yaxşı. Şuna bax. Hə, o tüysüz olub deyil. Buna bax. İldə neçə dəfə yumurtlayırlar onlar? Elə indi bu dəqiqə sezonudur. Sezon. Həla. Uşaqlığım yadıma düşdü, nənəm gil yadıma düşdü. Olar sizin mətbəxə keçmək? Bəli, olar. Bir şey var, gedim görüm o sizdə var yoxsa yox. Mənə maraqlıdır. Mətbəxiniz hansı tərəfdə? Buradaydı başda. Var. Maşallah. Kristal X-dən istifadə edirsiniz. Bəli. Qaynanam dedi ki, Balazar yaman çox reklam eləyir. Buna arxından istifadə eləyir. Bir evdar xanım kimi istifadə elədiniz Kristal X-dən. Hansı tərəflərini gördünüz? Nə sizə xoş gəldi bir xanım kimi? Qavları elə bir ki, necə ki qabyan maşında o xırtıllayır qab. Yəni o şəkildə çox təmiz eləyir. Yəni o bizlərdə yuyursan baxsan ləkə qalır. Amma bununla sürüşkənlik qalır. Amma bununla yuyanda o sürüşkənlik qalmır. O qabyan maşındakı necə effekt alırsan onu da bu şampunla alır. Gözəl sənətkar. Bir balaca yorğun olan kimi o dəqiqə üz tuturam rayonlara. Rayonda yaxşıca dincəlirəm, əsəblərim sakitləşir. Bu dəfə Yevlağa getdim. Yevlaqdayam. İki fərqli mənzilə daxil olmaq istəyirəm. Çox sağ olun. Mətbəxdə gördüm. Bax. Siz kristal istifadə edirsiniz. Bəli, kristal istifadə edirik. Kristal möhtəşəm, daha möhtəşəm. Mən. Nə verərlər qonağa? Ona məsələn bu. Evin balaca kişisi Adəm məni çiçəklə qarşılayıb, daha sonra mənzilləri ilə məni tanış eləyir. Ay, evin altı qıdıqlayır. Adəm gildən çıxıb yola düzəlirdim ki, bir də görürəm, vay, tanış bir sima. Gözəl sənətkar. Bakıda görüşə bilmədik, Yevlaqda görüşdük. Hoş gəlmisiniz, hoş gəlmisiniz. Nə yaxşı gəlmisiniz buralara. Gəldik Yevlağa, bir-iki dənə elə qəfil evlərə gedirik. Bəlkə sizlə gedək? Hə, olar. İşiniz var, yoxsa gedək? Gedək, sizinlə gedək. Tamam, getdik o zaman. Gedək. Razılaşır Gülüstan xanım və bərabər gedirik növbəti ailəyə. Bu ailədə gördüm ki, Gülüstan xanımın ürəyi doludur. Yəqin Yevlağa gəlməyindəndir. Dedim, saxla, sizə evə qonaq gələndə bunların hamısını danışarsan. Gülüstan xanım özü barəsində çox şey danışmır. Bunun hamısını saxlayırıq növbəti vloqumuza. Və gələn vloqumuzda izləyin. Mütləq izləyərsiniz. Növbəti vloqumuz Gülüstan xanım gildən olacaq. Nəsə Gülüstan xanımla söhbət eləyirdik, çay içirdik. Bir də gördüm qulağıma qəribə səslər gəlir. Dedim, bu nədirsə adi quş səsi deyil. Dedilər ki, bəs biz həm də tutuquşu saxlayırıq. Gəlin baxın burada. Ola bax uçara. Qorxmayın. Mənəm zaurdu. Yaxşı sakitləşin, gedirəm, yaxşı. Şuna bax. Hə, o tüysüz olub deyil. Buna bax. İldə neçə dəfə yumurtlayırlar onlar? Elə indi bu dəqiqə sezonudur. Sezon. Həla.
Uşaqlığım yadıma düşdü, nənəm dil yadıma düşdü. Allah. Olar sizin mətbəxə keçmək? Bəli, olar. Bir şey var, gedim görüm o sizdə var yoxsa yox. Mənə maraqlıdır. Mətbəximiz hansı tərəfdədir? Buradaydı başda. Var. Maşallah. Kristal X-dən istifadə edirsiniz. Bəli, bəli. Qaynanam dedi ki, Balazar yaman çox reklam eləyir. Buna arxından istifadə eləyir. Bir evdar xanım kimi istifadə elədiniz Kristal X-dən. Hansı tərəflərini gördünüz? Nə sizə xoş gəldi bir xanım kimi? Qabları elə bir ki, necə ki qabyan maşında o xırtıllayır qab. Yəni o şəkildə çox təmiz eləyir. Yəni o bizlərdə yoğursan baxsan ləkə qalır. Amma bununla Sürüşkənlik qalır. Amma bununla yuyanda o sürüşkənlik qalmır. O qabyan maşındakı necə effekt alırsan, onu da bu şampunla alır.